İşsiz olduğum halda niyə 16 manat ödəməliyəm? Bu, son günlərdə yerli media manşetlərini bəzəyən əsas suallardan biridir. Söhbət isə tibbi sığorta haqqında qanuna təklif edilən dəyişiklikdən gedir. Sözü gedən qanun layihəsi artıq Milli Məclisdə birinci oxunuşda öz təsdiqini tapıb. Yeniliyə əsasən işsizlər və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər tibbi sığorta xidmətlərindən yararlanmaq üçün ayda 16 manat ödəməli olacaqlar. Hazırda minimum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, bu məbləğ bir il üçün təxminən 200 manata yaxın edir. Bugünədək sığorta haqqı ödəməyən şəxslərə xidmətin göstərilməsi bir növ qanuni şəkildə maaşından pul tutulanların hesabına aparılırdı. Çünki icbari tibbi sığorta üçün büdcə vergi ödəyənlər və dövlət hesabına formalaşır. Bu baxımdan da işsiz kateqoriyasına aid olan şəxslər ödənişsiz tibbi xidmətdən məhz bu formada faydalana bilirdilər. Bugünə qədər müəyyən güzəştlər həyata keçirildiyinə görə, hətta o işləyən qeyri-rəsmi də işləsə, digərlərin ödədiyi fond hesabına xəstəxanalarda xidmət alırdılar. Bu, müəyyən bir güzəştdir. Lakin sığortanın əsas prinsipinə əsasən hər bir insan, xüsusilə o müəyyən qrup insanlar var ki, onları biz istisna edirik. Bu, pensionerlərdir, əlillərdir, uşaqlarımızdır. Bunlar ödəmə etmirlər, bunu dövlət bunu qarşılayır. Lakin işləmə qabiliyyəti olan və müəyyən bir gəliri olan insan, o da əmək müqaviləsi olan insan kimi o 4%-lıq töhfəsini verməlidir və minimum əmək haqqının 4%-dir 16 manat. Hazırda ölkəmizdə rəsmi qeydə alınan təxminən 50-60 min işsiz şəxs var. Lakin paralel olaraq qeyri-rəsmi olanların sayı daha çoxdur. İndiyədək hamıya şamil edilən sığorta xidməti sadəcə müvəqqəti keçid qayda ilə əlaqəli olub. Lakin gələn ildən etibarən qeyri-formal işləyən və yaxud qazanc mənbəyi məlum olmayan şəxslər icbari tibbi sığortadan yararlanmaq hüququnu 16 manat ödəməklə əldə edə biləcəklər. Belə bir addımın atılması isə sosial ədalət prinsipinin qorunmasına hesablanıb. Bundan başqa icbari tibbi sığortanın bir sıra yeni fərqli istiqamətləri də əhatə edəcəyi gözlənilir. Kimsə məşğulluqda artıq işsiz kimi qeydiyyata alınıbsa, təbii ki, bu daxil edilə bilməz. Burada sadəcə iqtisadiyyatın şəffaflaşmasından söhbət gedir, əmək müqavilələrinin ağardılmasından söhbət gedir. Kimsə müəyyən olmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, təbii ki, onların sığorta haqqı ödəməsindən söhbət gedir və təbii ki, bunlar hər biri reyestrdə müəyyən ediləcək. Bundan başqa icbari tibbi sığorta sistemi bəzi dövlət proqramlarını da əhatə edəcək. Məsələn, şəkərli diabet, dağınıq skleroz, hemofiliya ilə mübarizə, vərəmlə mübarizə. 16 manat icbari tibbi sığorta haqqının alınması könüllülük prinsipi əsasında baş tutacaq. İşsiz şəxs yalnız müəyyən edilən məbləği ödədikdən sonra sözü gedən tibbi xidmətdən yararlana biləcək. Əks halda sağlamlıq xərclərini öz büdcəsi hesabına qarşılamalıdır. İcbari tibbi sığorta haqqının işləməyən insanlardan məcburi alınması ilə bağlı yayılan iddialar əsassızdır. Elə insan var ki, evdə oturub, onun müəyyən ailə üzvlərinin gəliri varsa, o adamlar hər birinin o xidmət almağından ötürü mütləq qaydada, yəni əmək qabiliyyətli olan hər bir insan ən azı 16 manat ödəməlidir, gedib o xidməti alsın. Ödəmədiyi halda o məcburi kimdənsə 16 manatı almırlar. Hazırda yeni qanun layihəsi ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bunlar arasında poliklinikalarda sığorta kartı yaradılması və ora aylıq yaxud illik ödənişlərin edilməsi kimi variantlar yer alır. Yekun qərarsa irəliləyən dövrdə layihə ilə bağlı Milli Məclisdə ikinci, üçüncü oxunuşlardan sonra veriləcək.